Salam hörmətli izləyicilər. Yenə də sizə WhatsApp kanalımızda paylaşdığımız bir sual izahını vermək istəyirəm. Qeyd edim ki, bu sualda yenə izləyicilərimiz xahiş etmişdi. Siz də WhatsApp kanalımıza daxil olub həm suallar işləyə bilərsiniz, həm də başa düşmədiyiniz sualların izahını istəyə bilərsiniz. Alim yayda kəndə gedəndə sən nədənsə burada yox idin cümləsi haqqında səhv fikri müəyyən edin. Bizə lazımdır səhv fikir və biz cavablara baxırıq, görürük ki, bu sintaksis bölməsinə aid olduğu üçün biz bunu sintaktik təhlil edək. Alim yayda kəndə gedəndə sən nədənsə burada yox idin. Yox idin sözünün sual vermədən xəbər olur. Kim yox idin? Sən yox idin. Biz artıq burada görürük ki, şəxs şəkilçisinə görə burada sən sözü mübtəda oldu. Harada yox idin? Burada zəflik. Niyə? Nədənsə bu da zəflik. Və nə zaman sən burada yox idin? Alim yayda kəndə gedəndə. Bu da olur feili bağlama tərkibi və zəflik olur. Cümləmiz belə təhlil olundu. İndi cavablara baxaq. Təyin yoxdur. Bəli. Cümləmizdə təyin yoxdur. Bu doğrudur. Tərkibində 3 zəflik var. 1 zəflik, 2 zəflik və burada sözü 3 zəflik. Bəli, 3 zəflik var. Bu da doğrudur. Xəbəri ismi xəbərlidir. Yox idin sözü xəbər idi. Bəli, predikativ sözdür. İsmi xəbərdir. Bu da doğrudur. Tamamlığı yoxdur. Biz baxırıq ki, burada tamamlıq yoxdur. Bu da doğrudur. 2 mübtədası var. Artıq yanlışdır. Ola bilər ki, bəzi şagirdlərimiz burada mübtədanı alim sözü götürüb, həm də sən sözünü götürüb. Amma əgər həmcins üzv deyilsə, 2 mübtəda ola bilməz cümlədə. Biz xəbərə görə mübtədanı tapırıq. Əgər burada yox idin sözü varsa, mübtəda oldu sən sözü, alim sözü isə bu tərkibin daxilində oldu. Cavabımız oldu Y bəndi. Bu cümlədə 2 mübtəda yox, yalnız 1 mübtəda var.